Orta gün qonaqlarımızla davam edir. Azərbaycanın prezidenti İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşdə bir sıra mühüm məsələlərə toxundu. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən və bu məsələdə bir sıra beynəlxalq təşkilatların rəsmi İrəvana dəstək verməsindən danışdı. Xüsusilə ATƏT Minsk qrupunun yaratmaz və anti-Azərbaycan fəaliyyətini vurğuladı. Biz də elə bu məsələlərə nəzər salacağıq. Qonaqlarımız siyasi şərhçi Əhməd Şahidov, həmçinin də Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovdur. Xoş gəlmişsiniz, salamlayırıq sizi. Əhməd müəllim, ümumiyyətlə bir sıra təbii ki məsələlərə toxunacağıq. Amma Ağdamda Azərbaycan prezidenti bir sıra mühüm məsələlərə toxundu. Xüsusilə burada qeyd eləmək istəyirəm, Azərbaycan, Ermənistan artıq sülh prosesi bir belə deyək ki, ərəfəsində sülh prosesi istiqamətində addım atdıqları bir vaxtda yenə də Azərbaycan prezidenti tarixə bir nəzər saldı və qeyd elədi ki, ümumiyyətlə o dövrdə Ermənistanın işğalçılıq siyasəti məqsədyönlü törədilibmiş, yəni məqsədyönlü bir xarakter daşıyırdı. Bundan bağlı fikirlərinizi vermək istəyirdim. Təbii ki, 90-cı illərin əvvəllərində Sovet İttifaqı artıq müstəqil ölkələr olduqdan sonra Ermənistan hələ 88-ci illərin axırlarından Azərbaycana qarşı məqsədli şəkildə müharibə elan elədi və o zaman Azərbaycan dövlətinin, ordunun, iqtisadiyyatının zəif vaxtları idi. Məqsəd təbii ki, yeni torpaqlar işğal etmək. Zaten Ermənistanın bugünkü ərazisi tarixi Azərbaycan torpaqları idi. Amma daha böyük torpaqları işğal etmək, Qarabağı və ətraf əraziləri işğal etmək niyyəti var idi. Və o zaman Sovet imperiyasının rəhbərliyi, konkret olaraq Qarbaçov və digərləri ciddi şəkildə dəstək verirdilər. Və müstəqillik əldə etdikdən sonra bu müharibə davam elədi və 94-cü ildə ki, bu atəşkəs elan olundu may ayından sonra, bu müddət ərzində bir sıra beynəlxalq təşkilatlar vasitəsilə əslində Ermənistan həmin o işğal elədiyi əraziləri rəsmiləşdirməyə çalışırdı. Və bütün o ATƏT-in Minsk qrupu olsun, digər beynəlxalq təşkilatlar olsun, onların son 10 illiklər ərzində regiona səfərləri bir daha göstərdi ki, onlar heç bir konkret fəaliyyət göstərmirlər. Məqsəd rəsmi Bakını, Azərbaycan dövlətini razı salmaq, güzəştlərə gedilməklə bağlı, yəni ərazi güzəştinə gedilməsinə razı salmaq və belə deyək də o 7 rayonu qaytarmaqla Qarabağın faktiki müstəqilliyi adı altında Ermənistana birləşdirilməsinə razı salmaq idi. Bu baxımdan məqsəd bəlli idi. Ermənistan Azərbaycan torpaqlarını işğal etməli və orada öz ərazilərini genişləndirməli idi ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, bəzi region ölkələri, təəssüflər olsun ki, bəzi qərb ölkələri də ciddi şəkildə buna dəstək verirdilər. Amma tarix onu göstərdi ki, Ulu Öndərin əsasını qoyduğu o müdrik siyasət, səbir və iqtisadiyyatın, ordunun güclənməsi, beynəlxalq arenada Azərbaycanın diplomatik nüfuzunun yüksəlməsi və bu siyasətin məhz İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə aparılması nəticəsində 30-35 ildən sonra təqribən Azərbaycan öz istəyinə nail oldu və indi biz yenidən o tarixə nəzər salmaqla əslində heç də Ermənistana qarşı hansısa ideallar qaldırmaq deyil, sadəcə tarixdən aldığımız dərsləri bir daha yadda saxlamaq və kimin kim olduğunu unutmamalı, Azərbaycanın hansı mərhələlərdən keçib bugünə gəldiyini bir daha xatırlamaq həm dövlət olaraq, həm vətəndaş olaraq, cəmiyyət olaraq. Təbii ki, bununla yanaşı Ermənistanla sülh prosesi də sizin az öncə qeyd elədiyiniz kimi aktiv fazada davam eləyir. Yekun sülh sənədi hələ imzalanmasa da, amma tam sülhsevər, mehriban qonşular arasında olan münasibətlərə bərabər artıq münasibətlər var. İqtisadi, ticari sahədə artıq Azərbaycan öz ərazisindən Ermənistan yük daşımalarına icazə verib. Artıq Azərbaycan nefti bugün Ermənistana satılırsa, bu deməkdir ki, Azərbaycan Ermənistanla sülh və barış, mehriban qonşuluq siyasətində yaşamaq istəyir və mən ümid edirəm ki, bu proses artan xətlə davam edəcək. 2026-cı ilin sonuna qədər artıq yekun bir sülh sənədi imzalanacaq Azərbaycan-Ermənistan arasında. Xəyal müəllim, ümumiyyətlə Azərbaycan prezidenti Ağdamın tamamilə dağıdılmasından danışdı. Ümumiyyətlə beynəlxalq təşkilatlar tərəfindən bu faktın qəbul, belə deyək də, indiyə qədər belə deyək ki, bu faktla bağlı hər hansı bir tədbir görülməməsini vurğuladı. Ümumiyyətlə soruşmaq istəyirəm, beynəlxalq təşkilatlar niyə Ermənistanın bu boyda faktına göz yumdu? Ümumiyyətlə burada hansı siyasi səbəblər var? Təşəkkür edirəm Semnara xanım. Ümumiyyətlə bu keçmiş Qarabağ münaqişəsinin yaradılması, onun işğalla müşayiət edilməsi, buna kənar güclərin, kənar qüvvələrin, ailə dövlətlərin və beynəlxalq təsisatların dəstəyi münaqişənin
həllə doğru deyil, labirintə doğru getməsi, həll olunmaz bir məcraya daxil olması, təbii ki, beynəlxalq müstəvidə moderatorların dəstəyi ilə həll oluna bilməməsi və yaxud həll olunmaması eyni zamanda Azərbaycan dövlətinin, yəni münaqişə tərəflərindən biri kimi işğala, soyqırıma və müxtəlif cinayətlərə məruz qalan Azərbaycan dövlətinin bunu öz gücünə həll etməsi, ümumiyyətlə bu proses dünyada bir mexanizm, belə nümunəvi bir mexanizm kimi artıq tarixə həkk olunub və siz qeyd etdiniz, işğal təkcə Ağdamla məhdudlaşmırdı. Azərbaycanın 20% əraziləri işğal edilmişdi və biz sadəcə Ağdamı götürürük nümunə kimi, həmin o Ağdamı biz deyil. Qonaqlar Qafqazın Xirosiması adlandırırlar. Yəni Xirosima dünyada bir vəhşiliyin, bir qeyri-adekvat gücün tətbiq edilməsinin nəticəsidirsə, Cənubi Qafqazda, Ağdamda məhz elə bir nümunədir ki, beynəlxalq ictimaiyyət buna uzun illər ərzində susqunluq nümayiş etdirib və bu gün də bu proses davam edir. 20% ərazilər, 16.000 kvadrat kilometrlik bir ərazidən söhbət gedir ki, bir çox dünyada dövlətlərin heç əraziləri bu qədər deyil. Azərbaycan prezidenti dəfələrlə nümunə gətirib ki, hansı dövlətlərlə müqayisə edib və 16.000 kvadrat kilometrlik ərazidə 30 il ərzində bütün cinayətləri törətmək, oranı terrorçu qruplaşmaların yuvasına çevirmək, oradan bütün beynəlxalq aləmdə cinayət hesab edilən qanuna və hüquqa zidd əməlləri törətmək, təbii ki, bu əgər susqunluqla, etinasızlıqla, laqeydliklə qarşılanırsa, burada problem beynəlxalq ictimaiyyətdədir. Burada problem beynəlxalq təsisatlardadır. Bugün həmin o təsisatların susqunluğu, etinasızlığı və laqeydliyi gətirib yaxın şərqdə həll olunmaz bir problemlərə gətirib çıxarıb. Rusiya-Ukrayna müharibəsində, dünyanın ayrı-ayrı regionlarında. İndi bunların həll edilməsi üçün ayrı-ayrı dövlətlər müxtəlif cəhdlər göstərirlər. Amma burada söhbət beynəlxalq birlikdən gedir. Yəni, tək əldən səs çıxmaz. Azərbaycan bu məsələdə bir nümunə ortaya qoydu və Azərbaycan prezidenti İlham Əliyev ümumiyyətlə həmin ərazilərə həmişə səfərlər edərkən işğaldan azad edilmiş ərazilərdən söhbət gedir. Xüsusilə də önəmli günlərdə və o cümlədən də özü üçün, şəxsi üçün, həyatı üçün önəm kəsb edən doğum günündə ora səfərlər edərkən həmişə artıq bu ənənə halını alıb. Təkcə onu biz gözləmirik, Azərbaycan xalqı gözləmir ona, həm də mən belə düşünürəm ki, Ermənistan ictimaiyyəti də gözləyir, beynəlxalq ictimaiyyətin bir kəsimi də gözləyir ki, oradan prezident hansı mesajlar verəcək. Və Azərbaycan prezidentinin işğaldan azad edilmiş ərazilərə, xüsusilə də özünün doğum günlərində səfər etməsi artıq bir ənənə halını alıb. Ondan əvvəl işğal dönəmində prezident qaçqın və məcburi köçkünlərlə mümkün qədər öz doğum gününü və yaxud müxtəlif bayramları qeyd etməyə çalışırdı. Artıq 2020-ci ildən başlayaraq işğaldan azad edilmiş ərazilərə prezident həmişə doğum günündə səfər edir və bu səfərlər sadəcə gediş-gəlişlə yadda qalmır. O səfərlər çoxlu sayda obyektlərin əsasının qoyulması, onların istifadəyə verilməsi, yolların istifadəyə verilməsi, tunellərin, körpülərin, ayrı-ayrı infrastruktur layihələrinin əsasının qoyulması, bir qisminin isə istifadəyə verilməsi və eyni zamanda insanlara sevinc bəxş edən mənzillərin verilməsi ilə müşayiət olunur. Təbii ki, bu işğaldan azad edilmiş ərazilərdə vaxtında yaşamış və oradan Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların uzun illər ərzində, 10 illiklər ərzində gözləntilərinin nəticəsidir. Təbii ki, prezident yenə də oradan ciddi mesajlar verdi və bu mesajlar həqiqətən də sülh prosesində tərəflər üçün aydınlatmaq baxımından, eyni zamanda bu prosesə müdaxilə etmək istəyən qüvvələr üçün çox önəmli mesajlar edir və prezident çox ciddi məqamlara toxundu, hansı ki biz bunları bir neçə dəfə eşitmişik amma prezident bunu təkrar deməkdə təbii ki müəyyən məqsədləri var. İlham Əliyev Cənubi Qafqazda sülh təşəbbüskarı kimi çıxış edən bir liderdir. Baxmayaraq ki biz qalib gəlmişdik və düşmən də kapitulyasiyaya uğramışdı. Amma bütün bunlara rəğmən həmin o sülh təşəbbüslərini öz adına yazmaq istəyən Ermənistan tərəfi və yaxud onun adına yazmaq istəyən kənar qüvvələrə ciddi mesajların verilməsi özü-özlüyündə önəm kəsb edir. Azərbaycan prezidenti bir daha yada saldı ki, düşməni biz 44 gün ərzində darmadağın etdik. Biz düşməni darmadağın etməklə təkcə döyüş meydanından qaçmağa məcbur qoymadıq. Həm də 5-6 milyar dollarlıq hərbi qənimət əldə etdik. İskəndər M raketinə toxundu prezident və bu bir daha bəzi dairələrə ciddi mesaj edir. Çünki bugün beynəlxalq aləmdə bir sıra qaydalar var və o qaydalara
istəsələr də, istəməsələr də beynəlxalq birliyin subyektləri riayət etməlidirlər. Amma bir sıra hallarda biz bunun pozulmasının şahidi oluruq. Məsələn, İskəndər M raketi Rusiya tərəfindən beynəlxalq aləmdə belə tanınır ki, o ölkədən ixrac olunması qadağan olunan silahdır. Amma o İskəndər M raketini biz Şuşada rəsmi sübut olaraq, mötəbər dəlil kimi götürmüşük və bugün Hərbi Qənimətlər Parkında o mövcuddur. Bütün bunlarla əslində prezident müxtəlif istiqamətlərdə mesajlar verdi və bugün Cənubi Qafqazda formalaşdırdığımız yeni reallıqlar, xüsusilə də bu reallıqların özəyini təşkil edən sülh prosesinə qarşı olan qüvvələrin cəhdlərinin uğursuzluğa düçar olacağı ilə bağlı da prezident fikirlər səsləndirdi. Çünki baxın, zaman-zaman biz prezidentdən eşitmişdik ki, biz 2-ci Qarabağ müharibəsi, ondan sonra baş verən proseslər, 19-20 sentyabr tarixində antiterror tədbirləri və ümumilikdə Cənubi Qafqazda atılan bu addımlarla biz böyük daşları tərpətmişik. Və bu daşların tərpədilməsi nəticəsində bütün o planları uğursuzluğa düçar olan qüvvələr bu reallıqları qəbul etmək istəmirlər. Bunu həzm edə bilmirlər. Təbii ki, bugün artıq biz münaqişədən deyil, biz bugün Tramp yolundan, bugün Zəngəzur dəhlizindən, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsindən, Ermənistanla Azərbaycan arasında və paralel şəkildə Ermənistanla Türkiyə arasında yolların açılmasından, iqtisadiyyatın və ticarətin yenidən bərpa olunmasından danışırıq. Amma bəzi qüvvələr hələ də münaqişədən dəm vurmağa çalışırlar. Onlar hələ də Ermənistana müxtəlif formalarda dəstək göstərməyə çalışırlar. O Ermənistana ki, o Ermənistanın baş naziri Cənubi Qafqazda sülhün əldə edilməsinin günlərini sayır ki, bu qədər gündür, bu qədər aydır ki, Cənubi Qafqazda sülh əldə edilir. Buna görə mən düşünürəm ki, bu mesajlar lazımi ünvanlara göndərildi, onlar bunu dəyərləndirməlidirlər. Əks təqdirdə bunun ən böyük məsuliyyəti, düzdür, onların da üzərinə düşür, amma ən böyük məsuliyyəti həmin o hilələrə, oyunlara uya biləcək Ermənistan hakimiyyətinin üzərinə düşəcək, erməni xalqının üzərinə düşəcək. Əhməd bəy, mən bilirəm ki, siz beynəlxalq tədbirlərdə tez-tez iştirak edirsiniz. Ümumiyyətlə soruşmaq istəyərdim ki, Ermənistanın Qarabağda törətdiyi bu hadisələr yetərincə beynəlxalq aləmin diqqətinə çatdırılırmı? Azərbaycan ümumiyyətlə bununla bağlı hansı işlər görür? Təbii ki, Azərbaycan dövləti bu istiqamətdə çox ciddi və sistemli işlər görür. Xatırlayırsınızsa, 2020-ci ilə qədər demək olar ki, hər il fevralın 25-i, 26-sı Amerika Birləşmiş Ştatlarında, Avropanın müxtəlif paytaxtlarında, elə MDB paytaxtlarında anım tədbirləri keçirilirdi. Xocalıya ədalətlə bağlı Leyla xanım Əliyevanın müəllifi olduğu, başlatdığı beynəlxalq kampaniya var idi. Vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər, diaspora təmsilçiləri bu ilə bağlı hər il tədbirlər keçirdi. Hətta bir çox ölkələrin parlamentlərində, məclislərində bununla bağlı qətnamə də qəbul olunmuşdu. Və təkcə bu Xocalı soyqırım deyil, bu bir Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərinin, insanlıq cinayətlərinin bir simvolik bir tədbir idi. Əslində, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı 1 milyondan artıq qaçqınımızın, məcburi köçkünümüzün, şəhərlərin dağıdılması, Azərbaycana dəyən ekoloji terrorla bağlı müxtəlif platformalarda, istər ATƏT-də, Avropa Şurası Parlament Assambleyasında, BMT-də, beynəlxalq təşkilatlarda, Ermənistanın, xüsusən də Avropa ölkələrindəki səfirliklərinin qarşılarında aksiyalar keçirilib. Elə bizlər də bir vətəndaş cəmiyyəti nümayəndələri olaraq hər zaman bu məsələni qaldırmışıq. Avropada, qərb dünyasında bu həqiqətləri bilirlər. Çox dəqiq məlumatları var. Ən azından BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Daha sonra Avropa Şurası Parlament Assambleyasında ATƏT-in Minsk qrupunun verdiyi açıqlamalar var. Amma qərəzli yanaşma, ikili standartlar, Azərbaycan hər dəfə bu müharibə cinayətləri ilə bağlı məsələ qaldıranda bunu sülhün əldə olunmasına bir əngəl kimi, qisasçılıq kimi qəlmə verməyə çalışırdılar. Bunu görməzdən gəlirdilər. Təəccüblü məqam ondan ibarətdir ki, bugün müharibə deyəndə Avropa ərazisində Ukrayna-Rusiya müharibəsi nəzərdə tutulur. 1975-ci il Helsinki yekun aktı var. Onun sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi məsələsi qabardılır və ciddi cəhdlə Ukraynanın
suverenliyi, ərazi bütövlüyü məsələsi qırmızı xətt olduğu bildirirlər. Amma nədənsə Cənubi Qafqazdakı müharibə ilə bağlı danışanda daha çox sülh, güzəştlər, kompromis, yəni konkret olaraq Azərbaycanın güzəştə getməli olduğu məsələlər barədə danışılır. Bu Avropada, Qərb dünyasında ikili standartlar demək idi və elə Amerika Birləşmiş Ştatlarında da müxtəlif administrasiyalar vaxtında bilirsiniz 907-ci düzəlişlə bağlı Azərbaycan çox geniş miqyasda kampaniya apardı. Nəhayət ki 2020-ci ildə biz güc yolu ilə, müharibə yolu ilə həmin o qətnamələri reallaşdırdıqdan sonra artıq Avropa o reallığı qəbul etməyə başladı. Amma Avropanın özündə bir xristian həmrəyliyi deyilən bu məsələ var. Bir də Azərbaycan, Türkiyə faktoru var ki, hər zaman Azərbaycanın haqlı mövqeyinə qarşı, Türkiyənin haqlı mövqeyinə qarşı bir səlib yürüşü var. Yəni bu iki ölkənin birləşməsində belə narahatlıq var. Ümumiyyətlə Türkiyə böyük mənada Türk İslam dünyasının bir ruporudur və Azərbaycan-Türkiyə münasibətləri nəzərə alınaraq hər zaman Azərbaycanın bu Qarabağ məsələsində qaldırdığı məsələlər görməzdən gəlinirdi və erməni lobbisi də bu bir reallıqdır ki, xüsusən də Qərb dünyasında güclüdür. ABŞ-da senata qərarların qəbul edilməsində, senatorların açıqlamalarında ciddi təsirə malikdir. Avropa paytaxtlarında bütün bu diplomatik fəaliyyət aparılırdı Azərbaycan tərəfindən, dövlət tərəfindən, vətəndaş cəmiyyəti, media nümayəndələri tərəfindən. Amma 2020-ci il müharibəsi olmasaydı, Azərbaycan bu müharibədə qələbə qazanmasaydı, dünyadan ədalət gözləmək sadəlövlük olardı. Hətta cənab prezident də dəfələrlə öz çıxışında bildirib ki, bugün dünyada ədalət yoxdur. Kim güclüdürsə, o da haqlıdır prinsipi qüvvədədir. Xoşbəxtlikdən Azərbaycan həm haqlı tərəf olaraq, həm də güc nümayiş elətdirdi və qalib gəldi. Bugün Avropa özünün üzləşdiyi o müharibə, Ukrayna-Rusiya müharibəsi fonunda üzləşdiyi enerji problemləri, qaz təchizatı ilə bağlı artıq Azərbaycanın qapısında növbəyə dayanırlar. Xatırlayırsınızsa 2022-2023-cü illərdə demək olar ki, hər gün Avropa Komissiyasının, Avropa İttifaqının rəhbər şəxsləri, ayrı-ayrı Avropa ölkələrinin dövlət və hökumət başçıları Azərbaycana səfərlər edirdilər. Daha sərfəli şərtlərdə Azərbaycandan qaz almaqla bağlı az qala Azərbaycan rəhbərinə belə deyək, yalvarırdılar, xahiş edirdilər. Hətta Serbiya prezidenti Vučić də bir beynəlxalq platformada bildirmişdi ki, bugün Avropada Azərbaycan prezidenti cənab İlham Əliyev ən məşhur, ən populyar siyasi lider sayılır. Bu baxımdan biz bu Qərb dünyasının o ikiyüzlülüyünü gördük. Yəni özlərinin işi dara düşəndə həqiqətləri qəbul eləyirlər, amma rahat olanda həqiqəti görməzdən gəlirlər. Bu elə cənab prezidentin Ağdamda verdiyi mesajlarda da, ümumiyyətlə Xankəndində, Şuşada keçirilən forumlarda səsləndirdiyi fikirlərdə bir də onu göstərir ki, biz bugün qələbə qazansaq da, Ermənistanla sülh prosesi sürətlə inkişaf eləsə də, sabah sərhədlər açıla bilər. Hətta daha geniş birbaşa reyslər ola bilər, səfirliklər, konsulluqlar açıla bilər. Amma tarixi unutmaq olmaz. Azərbaycan torpaqları işğal altındaydı. Biz dünyadan ədalət gözləyirdik. Təəssüflər ki, bunu ala bilmədik. Azərbaycan öz gücünə, özünə dost müttəfiq olan ölkələrin dəstəyi ilə bu qələbəni həm əldə elədi, həm də rəsmiləşdirdi. Çünki xatırlayırsınızsa 44 günlük müharibə dövründə Azərbaycana qarşı demək olar ki, hər gün sərt təpkilər var idi. Amerika Birləşmiş Ştatlarından, Fransadan, Avropa parlamentindən ki, hücumları dayandırın. Az qala Azərbaycanın öz ərazisində keçirdiyi antiterror təmizləmə əməliyyatlarını Azərbaycanın belə deyək də işğal niyyəti kimi qələmə verməyə çalışırdılar. Bu siyasət 2020-ci ildə bitsə də bugün belə passiv şəkildə davam edir. Bugün Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi o qətnamə var ki, qərəzli şəkildə Azərbaycanı bir tərəfli şəkildə təzyiq altında saxlamağa çalışır. Bugün Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş şəxslər üzrə məhkəmə prosesi davam edir. Hələ məhkəmənin bir yekun qərarı yoxdur, amma Avropa Parlamentində, müxtəlif Avropa institutlarında həmin şəxslər az qala vicdan məhbusu, siyasi məhbus kimi təqdim olunur. Bu, yəni az öncə həmkarımın da dediyi kimi Avropa institutları bütün bu cinayətlərin sanki olmadığını
Yəni belə bir şey olmadığını, görməzdən gəldiyini belə özlərini belə aparırlar. Nə yaxşı ki, Azərbaycanın o zamanki media nümayəndələri, xüsusən də milli qəhrəman mərhum Çingiz Mustafayevin lentə aldığı o görüntülər var idi ki, onlar Xocalda hansı vəhşiliklərin törədildiyini göstərir bir daha dünya ictimaiyyətinə. Ağdamı biz Cənubi Qafqazın Hiroşiması adlandırırıq və bugün orada sürətli bərpa, yenidən qurma işləri aparılsa da o dağıdılmış şəhərciklər, məscidlərin bir hissəsi, binalar hələ də saxlanılır. Tarixi Şuşa bəyannaməsi məhz o dağıntılar fonunda imzalandı ki, bu bütün dünyaya bir mesajdır ki, biz tariximizi unutmamışıq və Avropanın, Qərbin də o ikili, qərəzli yanaşmalarını unutmamışıq. Bugün də o siyasət pasiv də olsa davam eləyir. Bugün də hələ də Avropa İttifaqı Ermənistan ərazisində monitoring missiyası, mülki missiya adı altında 200-ə yaxın yarı hərbiləşdirilmiş bir heyət saxlayır və hər an vəziyyətin dəyişəcəyinə ümid edir, dünyada şərtlərin dəyişəcəyinə ümid edir. Sanki bir hazırlıq mərhələsindədirlər. Bugün Avropa İttifaqının Ermənistanla imzaladığı əməkdaşlıq haqqında sazişə baxsaq, bugün Avropa İttifaqının Azərbaycanla bağlı qəbul elədiyi o qərəzli qətnaməyə baxsaq, orada 8 avqust tarixində Ağ Evdə imzalanan o sülh paraflanması ilə bağlı ümumiyyətlə danışılmır. Sanki bu belə bir nailiyyət əldə olunmayıb, belə bir uğur yoxdur. Hələ də güya münaqişə var, hələ də bu münaqişənin həll olunması üçün tərəflər arasında vasitəçilik institutuna ehtiyac var və Avropa İttifaqı, Avropa Parlamenti bu yükü sanki öz üzərinə götürməyə çalışır. Çünki ATƏT Minsk qrupu bilirsiniz dekabrın 1-dən sonra rəsmi şəkildə ləğv edildi. Artıq Avropa İttifaqı bu pəncərədən Cənubi Qafqaza daxil olmaq istəyir. Özünün qızışdırıcı, təxribatçı siyasəti ilə bağlı. Bu baxımdan cənab prezidentin hər dəfə bu məsələləri qaldırması, xəbərdarlıqlar etməsi həm də o dairələrə bir xəbərdarlıqdır ki, biz keçmişi unutmamışıq, sizin gerçək simanızı bilirik, xatırlayırıq. Heç bir kənar müdaxilə hazırda Cənubi Qafqazdakı sülh prosesinə əngəl törədə bilməz. Xəyal müəllim, ümumiyyətlə prezidentin ayıq olmalıyıq mesajı hansı risklərə belə deyək ki, işarə elədi? Mən az öncə qeyd etdim ki, prezident çıxışlarında qeyd edib ki, biz 2-ci Qarabağ müharibəsini, ümumiyyətlə Cənubi Qafqazda attığımız addımlarla böyük daşları tərpətmişik. Əslində, burada ilk öncə prezident ayıq olmalıyıq deyəndə mən düşünürəm ki, səfərlərin birində biz Ermənistanla gələcəkdə qonşu kimi yaşaya bilərik. Amma biz unutmamalıyıq ki, Ermənistan zamanında bizə qarşı bu addımları atıb. Yəni, bu sözləri, bu fikirləri səsləndirərkən prezident ilk öncə Ermənistanı və eyni zamanda Ermənistan üzərindən Azərbaycana qarşı təxribat xarakterli planlar quran ayrı-ayrı qüvvələri nəzərdə tutur. Və mən düşünürəm ki, ATƏT Minsk qrupunun ləğv edilməsindən sonra yenə də Cənubi Qafqazda münaqişənin görüntüsünü yaratmağa qüvvələr var və həmin o qüvvələrin əslində əsas məqsədlərindən biri də yenə də Cənubi Qafqaz dövlətlərini, keçmiş Qarabağ münaqişəsinin tərəflərini təzyiq altında saxlamaqdır. Baxın, ATƏT Minsk qrupu deməli sentyabrın 1-dən dekabrın 1-nə qədər ləğv edilməsi prosesi baş verdi. Onun bütün platformaları, bütün istiqamətlərdə ləğv edildi. Hər hansı bir dəyişiklik baş verdi mi? Ümumiyyətlə biz bu dəyişikliyi hiss edirikmi? Var idi və yaxud yox idi. Ümumiyyətlə ATƏT Minsk qrupu Cənubi Qafqazda baş verən proseslərdə o 2-ci Qarabağ müharibəsi başladıqdan sonra baş verən bütün o ləğv olunana qədər hansı mərhələsində iştirak etmişdi və yaxud nə ilə yadda qalmışdı? Nəinki o dönəmdə, münaqişə dövründə belə ATƏT Minsk qrupu baş verən proseslərdə heç bir təsir mexanizmi yox idi. Sadəcə nəticəsiz səfərlər, görüşlər, bəyanatlar, tərəfləri sülhə dəvət etmək, işğala məruz qalanla işğal edəni eyni sözlərlə, eyni ifadələrlə onlara çağırışlar etmək, bunu öz-özlüyündə göstərirdi ki, bu institutun əsas məqsədi sadəcə keçmiş o işğal prosesini legitimləşdirmək idi, yaddan çıxarmaq idi. Cənubi Qafqazda o münaqişəni qoruyub saxlamaq idi. Bu baxımdan mən düşünürəm ki, o mürtəci institutun ləğv edilməsi əslində çox uğurlu bir addım oldu Cənubi Qafqazda baş verən proseslərlə bağlı. Amma burada Ermənistan tərəfinin üzərinə böyük öhdəlik düşür. Ermənistan
Azərbaycanla sülh prosesinə mane olan əsas məqamlar kimi həmişə məlumatlandırılıb ki, Azərbaycan tərəfindən orada mane olan məqamlardan biri ATƏT Minsk qrupunun ləğv edilməsi idisə, digər bir məsələ konstitusiyaya dəyişikliklərin edilməsidir. Və biz öz mövqeyimizdə qalırıq. Ermənistan gələcəkdə o konstitusiyaya dəyişikliklər etməsə, paraflanmış sülh sahəsinin imzalanması Ermənistan tərəfindən, Ermənistanın bu addımları nəticəsində kölgə altına düşəcək. Bu baxımdan mən düşünürəm ki, bugün Ermənistanın üzərinə böyük öhdəlik düşür. Ümumilikdə Cənubi Qafqazda baş verən bütün bu prosesləri nəzərə alsaq, artıq biz sülh istiqamətində çox uğurlu addımlar atmışıq. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında əldə edilmiş bütün bu uğurların kökündə iki tərəfli danışıqlar durur. Nə üçün iki tərəfli danışıqların durduğunu vurğulamaq istərdim? Çünki yenə də Avropa Parlamenti, Avropa Komissiyası, Avropadan olan ayrı-ayrı dövlətlər tərəfindən sanki tərəflər iki tərəfli qaydada bu prosesi davam etdirə bilməzlər görüntüsü yaratmağa çalışır. Baxın, Amerika Birləşmiş Ştatları ilə Avropa arasında dünyada qlobal səviyyədə baş verən bir sıra proseslərdə fikir ayrılıqları mövcuddur. Onlardan biri də Azərbaycanla Ermənistan arasında sülh prosesində. Burada toxunulduğu məqama ki, Avropa Parlamenti, Avropa İttifaqı ilə Ermənistan arasında sənəd imzalanır. Həmin o strateji tərəfdaşlıq haqqında sənədin gündəliyi elan olunur. O gündəlikdə sülhlə bağlı məqamlara toxunulmur. Trump yoluna toxunulmur. Zəngəzur dəhlizi ifadəsinə toxunulmur. Amma nəyə toxunulur? Ermənilər Qarabağdan qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. O ifadələr işlədilir. Bugün Azərbaycan məhkəmələrində ədalətli, şəffaf və çəkişmə prinsipləri əsasında mühakimə olunan həmin o cinayətkarlarla bağlı biz fərqli mövqeyin şahid oluruq. Onlara siyasi məhbus donu geyindirilir. Karen Avanesyan var Xankəndidə dövlət tədbiri zamanı terror törətmək istəyirdi. Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanıldı və onun Gəncədə, Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunması prosesi başlayıb. Baxın, ona belə siyasi məhbus onu geyindirməyə çalışırlar. Onu qəhrəman kimi qələmə verməyə çalışırlar Ermənistan tərəfi. Bu bilirsiniz nə ilə bağlıdır? Orada yaşayan vətəndaşlardan idi. Bəli, Azərbaycan tərəfinin çağırışları əsasında oranı tərk edən şəxslərdən bəziləri orada qalmışdı. Onlardan biri də məhz həmin şəxsidir. Həmin şəxsin açıq şəkildə konkret görüntülər var idi. Azərbaycan hüquq mühafizə orqanları bunu yaydılar. O hardan hara hərəkət eləyir, hansı silahları götürür. Yəni konkret mötəbər dəlillər və sübutlar əsasında o şəxs saxlanılıb, mühakimə olunur. Ona qəhrəmanlıq donu geyindirirlər. Bu əslində mənim mövqeyim bununla bağlı belədir ki, bu Ermənistanda bir kompleks var erməni tərəfində, ermənilərdə. Bir cəzasızlıq kompleksi var. Onlar düşünürlər ki, əgər... Ya da məğlubiyyətlə barışmaq istəmirlər. Xeyr, həm budur, həm Simara xanım, həm də onlar düşünürlər ki, hansısa bir, baxın, Arayik Artunyan, bu adam cinayətkardır. Mən məhkəmənin hökmü olmadan ona cinayətkar deməyim, həm də bir hüquqşünas olaraq düzgün deyil. Amma biz bilirik ki, bu şəxslər Xocalı faciəsi başda olmaqla, təkcə Xocalı faciəsi deyil, Ağdaban, Başlıbel, Qaradağlı çoxlu sayda faciələr var. Hansı ki, bizim bütün işğal edilmiş məntəqələrimiz, yaşayış məntəqələrimizlə bağlı onlar belə cinayətləri törədiblər. Və onlarla bağlı bugün Ermənistan tərəfi onlara siyasi məhbus donu geyindirməyə çalışır ki, həmin o şəxslər konkret olaraq cinayətlərdə mühakimə olunurlar, ittiham olunurlar. Bax, bu düşünürəm ki, Ermənistan tərəfi qorxur ki, bunu qəbul etsələr, bu cinayət, bu proses hara aparıb çıxaracaq? 1905-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş o terrora, 1918-ci il 31 mart tarixli soyqırıma, Azərbaycanlılara qarşı 48-53-cü illərdəki deportasiyalara, 87-91-ci illərdəki deportasiyalara, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsinə qədər Azərbaycana qarşı törədilən o təxribatlara və 2-ci Qarabağ müharibəsində Tovuz, Mingəçevir, Tərtər, Bərdə, Gəncə, müxtəlif şəhərlərimiz erməni terroru ilə qarşı-qarşıya qaldı. Və onlar bir cinayətin qəbul edilməsi, onun təsdiqlənməsi prosesindən sonra düşünürlər ki, bütün bunların üstü açılır. Hansı ki, onsuz da bu cinayətlərin üstü açılıb. Və mən düşünürəm ki, az öncə siz həmkarıma sual verdiniz ki, o beynəlxalq aləmdə, ayrı-ayrı beynəlxalq təşkilatlarda, ümumiyyətlə beynəlxalq ictimaiyyət arasında Azərbaycanın apardığı o təbliğat, maarifləndirmə işi, eyni zamanda yalan erməni maşınının o püskürdüyü yalanlara qarşı Azərbaycan həqiqətlərinin, reallıqlarının çatdırılması baxımından mən düşünürəm ki, biz bəli, 2-ci Qarabağ müharibəsinə qədər bu prosesi aparmışdıq. Amma
bir ciddi uğur əldə edə bilmirdik. Biz ən ciddi uğuru 2-ci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi zaman bir partlayış baş verdi Cənubi Qafqazda. Bütün dünyanın diqqəti yönəldi Cənubi Qafqaza və həmin o dövrdə Prezident İlham Əliyevin dünyanın beynəlxalq media qurumlarına ard-arda müsahibələri, saatlarla müsahibələr verdi prezident və əslində o onlarla müsahibədən sonra Cənubi Qafqazda yalan erməni maşınından onlara dəstək olan Fransa kimi dövlətlərin, ayrı-ayrı dövlətlərin informasiya blokadası darmadağın edildi. Və ondan sonra Cənubi Qafqazda reallıqlar bütün dünyanın diqqətinə çatdırılmış oldu. Mən düşünürəm ki, ən vacib məqam budur. Artıq dünyanın bütün hissəsi, əgər bəziləri var görmək istəmirlər, təbii ki, onların problemidir. Amma dünyanın görmək istəyən, duymaq istəyən, bunu reallıqları qəbul etmək istəyən kəsimi artıq anlayır ki, Cənubi Qafqazda bu illər ərzində nə baş verib, kim kimə qarşı təcavüz edib, kimin ərazilərini işğal edib, kim hansı cinayətləri törədib. Ona görə mən düşünürəm ki, artıq Cənubi Qafqazda baş verən proseslər bir güzgü kimi dünyanın gözü qarşısında canlanır və nə isə gizlətmək mümkün deyil. Artıq bu proseslər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ağ Evə belə daşındı. Donald Trump bununla bağlı öz mövqeyini bildirdi. Amerika Birləşmiş Ştatlarının prezidenti kimi. Mən düşünürəm ki, artıq Cənubi Qafqazda baş verən prosesləri görməzdən gəlmək özü-özlüyündə açıq şəkildə mən düşünürəm ki, korluq olardı. Aydındır. İstəyirəm bir mühüm məsələyə toxunaq. Bilirsiniz ki, bugün Azala məxsus, belə deyək ki, sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından bir il ötür və istəyirdim elə bu mövzu ətrafında da biraz danışaq. Əhməd müəllim, ümumiyyətlə Rusiya tərəfi belə deyək ki, üzr istədi. Gecikmiş də olsa bu addımı atdı. Amma hələ də nə kompensasiya ödənilib, nə ümumiyyətlə bu səbəbkarlar cəzalandırılıb. Hətta təkcə Azərbaycan yox, elə onların ailələrinin özləri də gözləyirlər ki, səbəbkarlar cəzalandırılsın. Proseslə bağlı soruşmaq istəyirəm. Ümumiyyətlə, çox təəssüf edici bir məqamdır ki, Rusiya kimi bir qonşumuz uzun illərdir Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə sahib bir ölkə bir insidentdə özünün gerçək yüzünü ortaya qoymuş oldu. Əslində 2020-ci ildə də bənzəri bir analoji hadisə baş vermişdi. Azərbaycan hərbçiləri aktiv müharibə zonasında sərhədimizə yaxınlaşan Rus hərbi helikopterini vurmuşdular. Üzərindən bir neçə saat keçəndən sonra Azərbaycan Xarici İşlər Naziri dərhal bununla bağlı açıqlama yaydı, üzrxahlıq verdi və kompensasiya ödənildi. Burada Azərbaycan həm beynəlxalq hüquqa, beynəlxalq təcrübəyə, aviasiya təcrübəsinə olan sayğısını göstərmiş oldu. Bir də bir qonşuluq olaraq, qonşu olaraq hörmətini. Analoji hadisəni, adekvat münasibəti biz Rusiyadan görmədik. Əksinə elə ilk saatlarda, ilk günlərdə aparıcı Rusiya media qurumları ən gülünc, ən absurd ideyalarla çıxış elədilər. Gah dedilər quş dəstəsindən toqquşdu, gah dedi təyyarənin motorunda mexaniki problemlər var idi. Amma Azərbaycan tərəfinin, Azərbaycan dövlətinin, xüsusən də cənab prezidentin sərt çıxışları oldu bununla bağlı. Birbaşa olmasa da dolayısıyla Rusiya tərəfini ittiham elədi ki, bu məsələ, bu hadisə Rusiya səmasında baş verib və orada belə deyək, güllədən yönəldilib təyyarə pilotları ki, o şəhərə olmaz, bu şəhərə olmaz və uzaq bir Aktaoya, dəniz üzərindən bir marşrutu seçiblər ki, düşünürlər bəlkə dənizə düşər. Bu nəinki qonşuluğa, heç ümumiyyətlə insanlığa sığan bir hərəkət deyildi ki, Rusiyadan biz bunu gördük və üzərindən bir neçə ay keçib, heç bir səs yoxdur və artıq məsələnin ciddiliyini görən Rusiya dövləti, Prezident Vladimir Putin bununla bağlı bir üzrxahlıq yaydı. Amma o da əslində mənim şəxsi fikrimdir, qəbul edilən bir üzrxahlıq deyildi. Açıq şəkildə, gecikmiş və yarımçıq bir üzrxahlıq idi. Bu hadisənin baş verdiyi ilə bağlı təəssüfünü bildirdi, başsağlığı mesajı. Halbuki oranın, hadisənin detalları var, orada nəyə görə Rusiyada o güllədən yönləndirilən səhv yönləndirmələr, ümumiyyətlə bu media sayəsində bu çirkin təbliğata bağlı heç bir açıqlama verilmədi və o yarımçıq üzrxahlığın da ardından gözlənilən addımlar atılmadı. Nə idi? Yəni başsağlığı verilməli idi, təzminat ödənilməli idi. Bununla bağlı Qroznda alayarımçıq bir hadisə ilə bağlı bir büst ucaldıblar. Bunu böyük bir jest kimi az qala təqdim etməyə çalışırlar. Təbii ki, Azərbaycan bütün bunları qəbul
qəbul eləmir. Heç bir halda bu münasibət Azərbaycan tərəfindən qəbul oluna bilməz və ötən həftə, ötən gün Sankt-Peterburqda bilirsiniz ki, hər il MDB dövlət başçılarının qeyri-rəsmi samiti keçirilir. Əslində Azərbaycana nə onun daxili, nə də xarici siyasətdən lazım olmayan bir tədbirdir. Bu daha çox Rusiyanın özünü regionda və nüfuzunu göstərmək, xarici siyasəti ilə bağlı müəyyən mesajlar vermək üçün Putinin uzun illərdir apardığı bir tədbirdir ki, MDB dövlət başçılarını çağırır, müəyyən fikirlər müzakirə olunur. Heç bir real nəticə, heç bir qərar orada çıxmır və Azərbaycan prezidentinin bu tədbirə qatılmaması və rəsmi olaraq açıqlama yayıldı ki, Azərbaycan prezidentinin iş qrafiki çox məşğuldur, sıxdır. Amma real səbəblər həm də Rusiyaya bir mesaj idi. Mesaj idi ki, Azərbaycan bütün bu hadisələri, təkcə bu Azal məsələsi deyil, bilirsiniz, son illərdə Azərbaycanla Rusiya arasında yığılıb qalmış, həll olunmamış məsələlər var. Yəni, Rusiya tərəfindən həll olunmamış məsələlər var. Azərbaycanlılara qarşı təzyiqlər, Rusiya vətəndaşı olan Azərbaycanlıları mən xüsusən də bildirirəm ki, bu Rusiyanın özünün vətəndaşlarıdır. Bir dövlət öz vətəndaşına belə hörmət eləmir, onun milli kimliyi ilə ayrı-seçkilik eləyir. Daha sonra Azərbaycan diaspora nümayəndələrinin həbs olunması, küçədə vəhşicəsinə döyülməsi, öldürülmə halları var idi. Bugün onların məhkəmə prosesi keçirilir, böyük ağır cinayətlərdə itham edilir. Rusiya bazarlarında çalışan Azərbaycanlı iş adamlarına qarşı o basqınlar, döyülmələr, bütün bu hadisələr sanki bir Rusiyanın Azərbaycana olan aqressiv siyasətinin təzahürüdür. Bütün bunları görməzdən gəlib Sankt-Peterburqdakı bu samitə qatılmaq təbii ki, Azərbaycan bunu etməli və Azərbaycan prezidenti açıq bir mesaj, amma sərt demarş da demək olmazdı buna. Açıq, amma həssas bir mesaj verdi ki, Azərbaycan bu münasibətlə razılaşmır. Əgər bir strateji müttəfiq isə Rusiya üzərinə düşəni eləməlidir. Düşünürəm ki, elə Sankt-Peterburqdakı bu samitə getməməklə Azərbaycan prezidenti kifayət qədər sərt bir mesajı vermiş oldu və bunun ardınca da Ağdamda yaşayış binasının açılışında səsləndirdiyi fikirlər, bütün bu məsələyə sistemli yanaşsaq, düşünürəm ki, Rusiya artıq mesajı alıb və yaxın həftələrdə, yaxın aylarda bu məsələ ilə bağlı konkret bir addım atılmalıdır. Yəni, bu artıq Azərbaycan-Rusiya münasibətlərini ciddi şəkildə şübhə altına alır. Tərəflər arasında strateji müttəfiqliklə bağlı anlaşma var. 2022-ci ilin fevral ayında imzalanıb. Bu nəinki strateji müttəfiqliyə, heç qonşuluğa, ümumiyyətlə centilmenliyə sığan bir hərəkət deyil. Artıq bir ili tamam olub. Bu istintaqla bağlı Rusiya tərəfinin heç bir real addım atmadığını görürük. Əksinə istintaqın uzadılması zaman-zaman Qazaxıstan tərəfinə təzyiqlər oldu və bu gün də konkret heç bir rəsmi açıqlama yoxdur Rusiya tərəfindən ki, hadisə necə baş verdi. Bunun əksinə olaraq Çeçenistanda özünü lider elan etmiş bir şəxs durub həmin o təyyarənin vurulmasında birbaşa və ya dolayısıyla əli olan şəxsi mükafatlandırır. Bu açıq şəkildə Azərbaycan xalqına, orada şəhid olmuş insanların ailə üzvlərinə hörmətsizlikdir. Bu baxımdan Azərbaycan hələ də Rusiyadan cavab gözləyir və son addımlar Sankt-Peterburq samitinə getməməklə bağlı qərar bir də onu göstərir ki, Azərbaycan Rusiyadan ciddi bir cavab gözləyir, qərar gözləyir bu məsələyə. Aydındır. Xəyal müəllim, siz nə deyə bilərsiniz bundan bağlı? Ümumiyyətlə biz bilirik ki, bu hadisə baş verəndə bildirdilər ki, araşdırmanı Qazaxıstan tərəf ümumiyyətlə açıqladı, həm də aparır. Bildirdi ki, bir il müddətində və yaxud bir ildən sonra yekun bir nəticə olacaqdır. Ümumiyyətlə prosedur qaydalar necədir? Bir il bundan öncə 25 dekabr 2024-cü ildə Azərbaycan prezidenti həmin o Sankt-Peterburqda keçirilən tədbirə gedərkən ona məruz olunub bu hadisə və ondan sonra Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya ayağı dəyməyib, yəni belə deyə bilərik. Çünki prezident İlham Əliyev ondan sonra baxmayaraq ki, bu bütün dünyada bəlli idi, uzun müddət ərzində Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında şəxsi münasibətlər var idi və yaxın liderlər kimi seçilirdilər. Azərbaycanın Rusiya ilə münasibətləri də
müstəqillik dövründə düzgün xarici siyasət nəticəsində çox yaxşı istiqamətdə gedirdi və bizim Rusiya ilə yüzlərlə imzalanmış sənədimiz var idi. Amma bütün bunlara baxmayaraq Azərbaycan prezidenti bir daha bütün dünyaya, o cümlədən də Rusiyaya nümayiş etdirdi ki, o Azərbaycan xalqının lideridir. Onun üçün Azərbaycan xalqının maraqları hər şeydən öndədir. Şəxsi münasibətlər, dövlətlərarası münasibətlər, bunların hər şey hamısının fövqündə Azərbaycan xalqının maraqları durur və o təyyarədə dünyasını dəyişən Rusiya vətəndaşları da var idi, Qazaxıstan vətəndaşları da var idi. Amma Azərbaycan vətəndaşları ilə bağlı o hadisənin törənməsi Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin əsas səbəbidir və Azərbaycan tərəfi bu gün də Rusiya tərəfindən haqlı tələblərini, cavabını gözləyir. Nədir bu haqlı tələblər? Rəsmi qaydada Azərbaycan xalqından və Azərbaycan dövlətindən üzr istənilməsi, eyni zamanda həmin o cinayət törədilib Qrozno havasında, Qrozno hava məkanında törədilmiş o cinayətlə bağlı şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi, eyni zamanda həm orada dünyasını dəyişmiş şəxslərə, onların ailə üzvlərinə, eyni zamanda Azərbaycan hava yollarına kompensasiya ödənilməsi. Bu günə qədər bu addım atılmayıb, üzr istənilib, üzr istənilməsinin birinci mərhələsi belə oldu ki, Rusiya hava məkanında baş verdiyinə görə təəssüf hissi keçirildi. Daha sonra düşənbədə artıq Azərbaycan prezidentinin rəsmi qaydada Rusiya prezidenti üzr istədi, amma o davamı gəlmədi. 1947-ci il Chicago konvensiyası var. Belə hadisələr məhz həmin o konvensiyaya üzv olmuş dövlətlər tərəfindən, hansı ki həm Azərbaycan ora üzvdür, həm Rusiya ora üzvdür, həmin o konvensiyanın tələblərinə uyğun şəkildə araşdırmalıdır və həmin konvensiyanın tələblərinə görə bir il ərzində araşdırmanın nəticələri elan olmalıdır. Amma bir il keçdi, çox təəssüflər olsun ki, bugün hələ ki o məlumatlar yayılmayıb Qazaxıstan tərəfindən. Təbii ki, burada Rusiyanın rolu danılmazdır, yayılmaması ilə bağlı. Eyni zamanda həm Azərbaycanda, həm Qazaxıstanda bununla bağlı cinayət işi başlansa da, araşdırmalar aparılsa da, Rusiyada bununla bağlı cinayət işinin başlanıb-başlanmaması, kimlərin cəlb edilməsi, kimlərdən ifadələrin alınması və yaxud hansı addımların atılması, bu cinayət prosesial qanunvericilikdə istintaq hərəkətləri deyilən addımlar var. Bu hərəkətlərlə bağlı hansı addımlar atılıb, hələ də bizim heç bir məlumatımız yoxdur. Baxmayaraq ki, orada bizə də hətta məlumdur ki, həmin o hadisənin törənməsində əsas səbəbkarlar kimlərdir təxminən və Azərbaycan təyyarəsinin, sərnişin təyyarəsinin, yəni bu mülki təyyarədir, bu hərbi təyyarə deyil, sərnişin təyyarəsinin Rusiyanın hansısa bir hava limanında enməsinə maneçiliklər törədib. Yəni burada konkret şəxslər var, hansı ki həmin tarixdə məsul şəxslər olublar. Onların müəyyən edilməsi çox sadə bir prosesdir. Onun üçün nə bir il, nə hətta bir ay belə lazım deyil. Amma çox təəssüflər olsun ki, biz adekvat cavab görmədik Rusiya tərəfindən və onun cavabı olaraq Azərbaycan dövləti bu gün də Rusiya ilə münasibətlərinin o gərginlik fazasının qorunmasında Rusiyanın haqlı olaraq ittiham edir. Bu baxımdan mən düşünürəm ki, bu hadisə çox xoşa gəlməz bir hadisədir, bu konkret bir cinayətdir və bu cinayətin törədilməsində təqsirli olan şəxslərin mühakimə edilməsi ilə bağlı məsuliyyət Rusiya dövlətinin üzərinə düşür. Rusiya dövləti bu addımı atacaqsa, o bir daha özünün Azərbaycanla müttəfiqliyinə, o cümlədən də 22 fevral 2022-ci il taxtaya imzalanmış strateji müttəfiqlik haqqında, qarşılıqlı fəaliyyət haqqında sənəd var. Həmin o sənədlə bağlı məsuliyyət daşıdığını və ona sadiqliyini nümayiş etdirəcək. Əks təqdirdə mən düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında düşmənçilik olmasa da vəziyyət, münasibətlər bu gərgin formada qalacaq. O qədər ki, Rusiya o addımları atacaq. Ümumilikdə belə hadisələr olur, amma dövlətlər bu hadisələrə adekvat şəkildə addımlar atırlar. Təbii ki, Azərbaycanla bağlı həmkarım qeyd etdi ki, Azərbaycanda hələ müharibə şəraitində elə halların olması gözləniləndir, təbiidir. Elə hadisə ilə bağlı Azərbaycan dərhal adekvat addımlar atdı. Amma nə müharibə gedir, nə bir şey Rusiya ərazisində, Rusiya tərəfindən atdığı bu addım anlaşılmazdır, qəbul edilməzdir. Amma ondan sonraki addımları ümumiyyətlə qəbahətlidir və Rusiya tərəfi bu addımları düzəltməyincə Azərbaycanla Rusiya arasında münasibətlərin əvvəlki məcraya keçməsi mən düşünürəm ki, mümkünsüz olacaq. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə fikirləriniz üçün. Qeyd edim ki, Azala məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından, eyni zamanda da Azərbaycan prezidentinin Ağdamda verdiyi mesajlardan danışdıq. Qonaqlarımız isə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov və siyasi şərhçi Əhməd Şahidov idi. Bununla da Orta Gün öz işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.